Hər birinizə salam, kanalımın əziz və dəyərli izləyiciləri. Aparıcı Çinarə Əliyeva ana olmazdan əvvəl xəstəxanada göz yaşlarına hakim ola bilmədi. Çinarə xanım, bu anı çox uzun zamandır gözləyirdim. Dualarımız şükür Allahıma qəbul olundu. Çox həyəcanlıyam, deyə sözlərinə əlavə edib. Sizə edən görüntüləri təqdim edirəm. Yeni videolarımızı izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi, kanalımıza dəstək olmağı unutmayın. Videolarımızı izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Biz getdik. Gedin sağ salamat. Allah kömək olsun. Sağ salamat. Bu kıyamətdir. Ne güzeldi. Ay. Ay Allah inşallah sağ salamat. Çinarə, səni xoş gördük. Həyəcan lazım deyil. Hər şey yaxşı olacaq. Bugün gözləmişik. Nələrdən keçdik. Düzdür, acı günlərimiz də oldu. Amma onlar geride qaldı. Ağlamaq lazım deyil. Hər şey yaxşı olacaq, ürəyim mənim. Sevmək lazımdır. Çok teşekkür ederim. Sen paltarını değiş. He. Amin. Heyecanla gözlədiyim an və doktorumun mənim üçün hazırladığı bir dənə libası istəyirəm sizə göstərim. Hamı düzdür, belə giyinir. Amma biz fərqlənməyi istədiyimiz üçün bir dənə baxın, mənim üçün necə özəl. Hələ papağıma baxın. Bilməm belə şeylər, pırpırı şeylər xoşduram. Bir dənə da baxın, nə gözəldir. Hətta arxada belə bantika da var. Necə gözəldir. Mənim üçün doktorum özəl hazırlaşıb. İnşallah xeyirli uğurlu olsun. Tağım da VIP. Gördüğünüz kimi belə çamadanım. Hələ bura baxın. Güzelliyə baxın. Bu şarlarla da inşallah bəzənəcək. Masama. Hər şey. Mətbəxinə kimi var. VIP belə olar. Görürsünüz, hər şey yüksək səviyyədə. Hazırsan? Hazırım ben.